Mark Grossmanın sözlərinə görə, sazişin imzalanması Birləşmiş Ştatların siyasi dairələri tərəfindən hərarətlə qarşılanır. Bu yaxınlaşma və sazişin imzalanması burada Vaşinqtonda böyük xəbərdir. İllərlə adamlar bu məsələ üzərində çalışıblar. Dövlət Departamenti səhih olaraq bunu tarixi razılaşma adlandırıb. Birləşmiş Ştatlar uzun müddət Türkiyə ilə Ermənistan arasında belə bir anlaşmanın əldə olunmasını arzulayıb. Sabiq səfir ümid etdiyini bildirib ki, imzalanmanın ardınca rəsmi Ankara və Yerevan əməli addımlar atacaqlar. Bu dövlətlərin hər ikisini Amerikanın müttəfiqləri adlandıran Grossman, Vaşinqtonun cərəyan edən hadisələrdən məmnun qaldığını vurğulayıb. Sazişin ABŞ Konqresində erməni soyqırımına dair debatlara təsirini şərh edən cənab Grossman bildirib ki, bunlar cərəyan edən prosesdən asılı olacaq. Qeyd edim ki, protokolların imzalanmasının ardınca keçiriləcək müzakirələr Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə futbol maçına səfəri vaxtında tamamlanacaq. Quru sərhədlər açılacaqmı? Həqiqətən diplomatik münasibətlər qurulacaqmı? Konkret nailiyyətlər görməyincə son yaxınlaşmanın genosidlə bağlı debata təsiri haqda çox şey demək olmaz. Bəs Türkiyə-Ermənistan münasibətlərinin normallaşması o deməkdirmi ki, Ermənistan 1921-ci ildə imzalanmış Qars müqaviləsinin şərtlərini və hazırki sərhədləri tanıyacaqmı? Grossmanın sözlərinə görə, söhbət qətiyyən sərhədlərin dəyişməsindən getmir. Başlıca məsələ bu sərhədlərin açılmasıdır. Belə ki, sərhədlərin açılması regionda ticarətin və ümumən əlaqələrin inkişafına təkan verəcək ki, bu da hər iki tərəfin maraqlarına xidmət edir. Son olaylara Azərbaycanın reaksiyası haqda fikirlərini ifadə edən Mark Grossman anladığını bildirib ki, Azərbaycanda bir çoxları sərhədlərin açılması perspektivini və Türkiyə-Ermənistan yaxınlaşmasını həyəcanla izləyirlər. Son həftələrdə biz ABŞ tərəfindən Dağlıq Qarabağ probleminin həllinə marağın artdığını müşahidə etmişik. Dövlət katibinin müavini Jim Steinberg iyulda Azərbaycan və Ermənistana səfər etmişdi. Avropa məsələləri üzrə dövlət katibinin yardımçısı Phil Gordon da regiona 2 dəfə səfər edib. Zənnimcə siz ABŞ-ın getdikcə sülh prosesinə daha çox maraq göstərəcəyini, Minsk qrupunun fəaliyyətinin intensivləşəcəyini görəcəksiniz. Ankara-Yerevan anlaşmasının Türkiyə-ABŞ münasibətlərinə müsbət təsir göstərəcəyini qeyd edən Mark Grossman bu ölkələrin Əfqanistan, İraq və enerji məsələlərində də məhsuldar əməkdaşlıq apardıqlarını önə çəkib. Vaşinqtondan Əsgər Möhsimoğlu, Amerikanın səsi.